Piyələnmə təkcə artıq çəki deyil, bu gizli gedən və bütün bədənə təsir edən metabolik bir xəstəlikdir. Nədir metabolik xəstəliklər? Piyələnmə ilə bərabər yüksək şəkər, yüksək təzyiq, qanda xolesterin miqdarının yüksək olması, daxili orqanlarda yağlanmanın olması və sair xəstəliklərin olması halıdır və bu metabolik sindrom ölüm riskini 5 dəfəyə yaxın artırır. Əgər pəhriz və idman nəticə vermirsə, insulin direnci hələ də yüksəkdirsə, bu zaman cərrahi əməliyyatlara baş vurmaq lazımdır. Cərrahi əməliyyatlarla, yəni mədə kiçiltmə əməliyyatı ilə sadəcə pəhriz deyil, yəni arıqlama deyil, bununla yanaşı insulin direnci düşür, təzyiq normallaşır, şəkər stabilləşir və bu bütün bədənə müsbət təsir göstərir. Yəni qısaca desək, metabolik əməliyyatlar sadəcə arıqlatma deyil, eyni zamanda həyat keyfiyyətini də artırmaqdadır. Bu gün piyələnməsi sabahın metabolik xəstəlikləri deməkdir. Piyələnmə sizin qədəriniz deyil, bir addımla sağlam həyata qovuşa bilərsiniz.